Azərbaycanda əmək münasibətlərində yeni mərhələnin əsası qoyulur. Belə ki, məsafədən, distant işləmək artıq qanuniləşdirilir. Bu yenilik Milli Məclisin Regional Məsələlər Komitəsinin iclasında müzakirəyə çıxarılan Əmək Məcəlləsinə dəyişiklik layihəsində yer alıb. İctimaiyyətdə bu addımı növbəti pandemiyaya hazırlıq kimi qiymətləndirənlər var. Sözü gedən qanun dəyişikliyinin səbəbi nədir? Pandemiyaya hazırlıq iddiaları nə dərəcədə realdır? Global Infonews'da aza danışan Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin sədri İlqar Hüseynli bildirib ki, məsafədən işləmək artıq dünya təcrübəsində geniş tətbiq edilən bir modeldir. Avropanın bir çox ölkələrində, Polşa, Almaniya, Belçika kimi dövlətlərdə bəzi sahələrdə işçilərə müəyyən günlər məsafədən işləmək imkanı yaradılır və bu halda əmək haqqı ofisdə işləyənlərlə eyni qaydada ödənilir. Bu, həm qlobal dəyişikliklərin, həm də informasiya texnologiyalarının verdiyi geniş imkanların nəticəsidir. Məsələn, bir jurnalist gündəlik araşdırmalarını aparır, müsahibələrini edir və yazılarını vaxtında redaksiyaya təqdim edirsə, bunun evdən yaxud ofisdən həyata keçirilməsinin ciddi fərqi qalmır. İnternet artıq işin məkan asılılığını böyük ölçüdə aradan qaldırıb və bu imkanlardan maksimum yararlanmaq vacibdir. Ekspert əlavə edib ki, distant iş həm də bir sıra qənaətlərə səbəb olur. Məsələn, Bakı şəhərində həftənin bir neçə günü evdən işləmək nəqliyyata ayrılan yanacaq xərclərini azaldır, tığac yükünü yüngülləşdirir və vaxt itkisinin qarşısını alır. Eyni vaxtda evdən işləyən şəxs gündəlik yemək və digər əlavə xərclərdən yayınmış olur ki, bu da ailə büdcəsinə müsbət təsir göstərir. Bu yanaşma sırf gələcək pandemiyaya hazırlıq kimi deyil, daha çox dünya praktikasında formalaşmış və uzun müddətdir tətbiq olunan əmək modelinə uyğunlaşma kimi qiymətləndirilməlidir.